həyata keçirirdi və İngiltərə 10-cu əsrdə İran İslamlaşdığı dönəmdə İrandan Hindistana qaçmış Zərdüştü parsilər var. Həmin Zərdüştü parsilər Hindistanda Şərqi Hindistan şirkəti ilə əlaqəyə girdilər. Hindistanın işğal edilməsində böyük rol oynadılar. İngiltərə dövlətinin himayəsində İrana gəldilər. İranda çox saylı fondlar qurdular. Qız məktəbləri qurdular, oğlan məktəbləri qurdular, missioner fəaliyyət göstərdilər və onların rəhbərlərindən biri Manekşi Limji Hatariya. Manekşi Limji Hatariyanı İngiltərə kraliçası, senatı dəstəkləyirdi və Hindistanın milyoner parsiləri, belə deyək, oliqarxları dəstəkləyirdi. Onun işi nə idi? İranda İslam öncəsi əski Pers mədəniyyətini və dilini dirçəltmək və bu məqsədlə İran və Qafqaz coğrafiyasındakı bütün ziyalılarla məktublaşırdı, Bəhai hərəkatını dəstəkləyirdi, Bəhai ilə çox sıx əlaqədə idi, o dini maliyyələşdirirdi, dini yayılmasını və Mirzə Fətəli Axundovla çox sıx əlaqələri var idi. Mirzə Fətəli Axundov həm Vorontsov Daşkovla, həm Manekşi Limji Hatariya ilə əlaqəli çalışırdı, əlaqəli işləyirdi və onun şüarlarının çoxu onun özündən qaynaqlanmırdı. Manekşi Limji Hatariya dönəmin bütün yazıçılarına, şairlərinə xüsusi görüşlər, gecələr təşkil edirdi və onlara əski Pers mədəniyyətini, dilini, ehtişamını bərpa etmə çağırışı edirdi. Onun məktubları ingilis dilində var. Mən indi bu barədə də ayrıca bir məqalə yazıram. Axundov Vorontsov Daşkovun simasında Çarın əmrini yerinə yetirirdi. İndi onu bizə böyük islahatçı kimi təqdim edirlər. Bir millət sadəcə dövləti ilə tanınmır. Tarixdə qurduğu sivilizasiya ilə tanınır. Axundov bizim sivilizasiyamızı dağıdan şəxslərdən biridir. İndi keçirəm 4-cü Cəlil Məmmədquluzadə bizə xüsusi böyük yazıcı kimi təqdim edilirdi. Niyə? Çünki Cəlil Məmmədquluzadənin bizə təqdim etdiyi vətən anlayışı bu Azərbaycan, dar çərçivəli Azərbaycan anlayışı ilə məhdudlaşırdı. Halbuki Türk millətinin, yəni belə deyək, Şimali Qafqazdakı türklər, Cənubi Qafqazdakı türklər, İrandakı türklər, Anadoludakı türklər, İraq və Suriyadakı türklər eyni idi. Sadəcə olaraq o dönəmdə Çar Rusiyasının da təlqinləri ilə millətləşmə prosesi bəlli bir coğrafiya üzərindən həyata keçirildiyinə görə bizə də Qafqazda bir dar coğrafiya çizdilər və adımızı qoydular Azərbaycan türkü. Şəxsən mən Azərbaycan türkü deyiləm, həm də İraq türküyəm, Suriya türküyəm, Anadolu türküyəm, həm də İran türküyəm. Cəlil Məmmədquluzadə coğrafiya üzərindən millətləşmə prosesində bizə dar coğrafiya çizən realist yazıcı, həm də türkün obrazını aşağı, kəndli, yaramaz kimi təqdim edən bir şəxs idi. 5-incisi Nərimanovdur. Deməli, Nərimanov vahid və bölünməz Rusiyanı təbliğ etdiyinə görə, inandığına görə, Azərbaycanın gələcəyinin Rusiya ilə birlikdə olduğunu irəli sürdüyünə görə, Rus-Sovet imperiyasının müstəmləkə qubernatoru olduğuna görə və Azərbaycanın sonraki tarixinin 70 il müstəmləkədə qalmasına xidmət etdiyinə görə Nərimanov bizim üçün böyük bir şəxsiyyət kimi təqdim edildi və təbliğ edildi. Nərimanovun Azərbaycanı Azərbaycanın və Türk millətinin fəlakət tarixidir, fəlakət dövrüdür. Və hal-hazırda elə keçən həftələrdə bizim institutda da Nərimanovla bağlı böyük seminar keçirildi. Hələ də Milli Elmlər Akademiyasında Axundov və Nərimanovu ideallaşdıran seminarlar keçirən alimlər var. Çünki Nərimanov varsa onun arxasında Rusiya var, Rus əskəri var və Rus dövləti var. Və Nərimanov niyə yaşadılır? Çünki sonraki 70 illik müstəmləkə dövrünün müstəmləkə qubernatorluqlarına haqq qazandırmaq üçün.
5-ci Nərimanov idi. 6-cı Zərdüşt dirildildi. Yəni Azərbaycanı zərdüştlüyün mərkəzi, zərdüşt mədəniyyətinin mərkəzi kimi təqdim etdilər və zərdüştü də türkləşdirdilər. Halbuki Əli bəy Hüseynzadənin, Ağaoğlunun çoxlarının zərdüşt haqqında yazıları var. Zərdüşt kimdir? Deyək ki, o Hindistandakı o Veda dönəmi var, Veda əsərləri. Rig Veda əsərlərinin İran-Fars variantını məhəlliləşdirmiş bir şəxsdir. Sovet dövrü bütün ədəbiyyatlarda zərdüşt, odpərəst, ateşpərəst, zərdüştə inanan Azərbaycan və türk xalqı yox, Azərbaycanlılar. Və sonra Cavanşir məsələsinə Nəsib bəy toxundu və Günəyə keçirəm. Bizə məşrutə hərəkatı çox bizə təlqin olundu, qabardıldı. Məsələn, Osmanlı tarixində tənzimat dövrü var. Tənzimat inkar olunmur, tənzimatın uğurları qeyd edilir. Amma daha tənzimatı qəhrəman kimi millətə sırmırlar. Tarixdə bir mərhələ kimi sırıyırlar. Biz məşrutə hərəkatını dərin bilmirik və məşrutə hərəkatının simvolu kimi Səttarxanı tanıyırıq. Məşrutə hərəkatını aparan Azərbaycan əncüməni və onun rəhbəri Əli Müsyo idi. Əli Müsyo, Şeyx Məhəmməd Xiyabani, Heydər Əmoğlu, Makuli, bunlar hamısı Rus imperiyasının İrandakı, Güney Azərbaycandakı casusları və Sovet o Sosialist Partiyasının təmsilçiləri idi. Və niyə məşrutə hərəkatını qəbul etmirəm? Türk-Qacar dövlətini çökdürən, Azərbaycanın Qacar dövlətindən ayrılmasını irəli sürən, Qacar dövlətinin içərisində separatizmi salan bir hərəkat. Əvvəl Qacar dövlətinin içərisində islahat aparan, belə deyək, konstitusiyalı monarxiyaya çağırış edən, dövləti modernləşdirən bir hərəkat idi məşrutə hərəkatı. Amma sonra Rusiyanın təsiri ilə Rusiyadan qidalanan sosial demokratlar Azərbaycanı Qacar dövlətindən ayırmaqla məşrutə hərəkatının üzünü çevirdilər separatist bir hərəkata və Qacar dövlətinin çöküşündə ciddi rol oynadılar. Qacar dövlətinin çöküşündə kimlər rol oynayıb? Məşrutə hərəkatını kimlər həyata keçirib? 1. Rusiyadakı sol hərəkatdan təsirlənən etnik türklər. 2. Lamekşi, Limji, Hataryanın açdığı qız məktəblərindən, oğlan məktəblərindən Fars, Gilə, Kürd mənşəli, Talış mənşəli şəxslərin aparılıb Avropada oxudulması və İrana göndərilən ziyalılar və şəxslər ki, sonra onlar Fars İranını yaratmaq üçün birinci məşrutə dönəmindəki parlamentə girəcəklər və elə Qacar dövlətinin içində ilk parlamentdə Qacar dövlətinin dilinin türk dili yox, fars dili olması haqqında qərar qəbul edəcəklər. Məşrutə hərəkatını ideallaşdırmışıq, tənqid olunmalıdır. Güney Azərbaycanda Xiyabani haqqında deyildi. Xiyabani, Qacar türk dövlətini bölən, Quzey Azərbaycandakı dövlətə qarşı olan, Osmanlıya qarşı ermənilərlə birləşib savaş açan bir şəxs. İdeallaşdırmasının kəsinliklə əleyhinəyəm. Mən Faiq Ələkbərli kimi düşünmürəm. Qəhrəman var, millətin 500 ilini, 1000 ilini işıqlandırar, millətə güvən verər və sabahını qurmağa millətə ümid verər. Qəhrəman var, millətin kollektiv ruhunun ifadəçisidir. Qəhrəman da var ki, və yaxud da bizə sırıdılmış qəhrəmanlar. Onlar millətin tarixində, onların seçimi fəlakət olar. Millət 100 ildə, 1000 ildə o fəlakətin içindən çıxa bilməz. Pişəvəriyə gələk. Bir sıra Pişəvərinin üzərinə gedirdim, amma sonra dayandım. Nədən dayandım? Çünki Pişəvərinin mübarizə apardığı tərəf artıq İranda Fars Pəhləvi rejimidir. Və Pişəvəri hökuməti qazansaydı, biz qazanardıq. Amma Pişəvəri özü kim idi? Sovet KGB-sinin bir xidmətçisi, bir canişini, xüsusi seçilmiş adam, SSR-nin İranda sosialist inqilabı həyata keçirmək üçün göndərdiyi adam, Gilan Sosialist Cumhuriyyətinin Xarici İşlər Naziri idi. Adam
İranda bəli, adam İranda belə deyək də kommunist dövlət qururdu. İndi mən əlimlə